Peşəkar Futbol Liqasının himni səsləndirildi və komandalar artıq bir-birlərini salamlayırlar. Və məhz belə bu simvolik vuruşla oyun bir qədər sonra start götürməlidir. Və beləliklə Fərid Hacıyevin işarəsi ilə Sumqayıt Neftçi maçı start götürdü. Sumqayıt komandası topu qazandı və həmin əks hücumlardan birini indi izləyə bilərdik. Yuri Matiyas imkan vermədi və Neftçinin həmləsi davam edir. Qapı önünə ötürmə edilmişdi. Top Matiyasa çatmadı. Uzaq məsafədən zərbə Sambu tərəfindən bloklanır. Matiyas. Topu saxlamaq mümkün oldu. Burada diqqətlər Fərid Hacıyevdədir. Neftçinin futbolçusu yıxılmışdı. Ervin Kofi. Matiyas. Topu Kofi'nin önünə atırdı. Hələ də qalxmayıb. Gəlin baxaq nə baş verdi burada. Alan Dias. Çox pis dəydi. Alan Dias topu uzaqlaşdırarkən bax belə bir toqquşma yaşandı. Sol canaha ötürmə. Sumqayıt indi müdafiədən nəhayət ki çıxmağı bacarır və hətta hücuma da keçir. Ötürmə keçmədi. Roy Kehat, Sərdan Taşqın, zərbədə indirilir Rıza Cəfərov, Abduxalikov və gol! Amma köməkçi hakim bayrağını qaldırıb. Mərkəzi göstərir hakim, gol sayıldı. Bu dediyim kimi Ştokrin gecikmişdi burada. Baxırıq təkrara. Kehat, Sərdan Taşqın. Belə, ilk hissə yekunlaşır. İkinci hissədə artıq Nadir Orucov meydandadır və beləliklə ikinci hissə başlayır. Neftçinin hücumu, ötürmə, ara ötürməsi və diqqətlər hakimdədir burada. Top çıxan kimi az əvvəlki epizodun təkrarına baxırıq və məhz burada Sərdan Taşqın və Fərid Hacıyev özü monitora yaxınlaşır. Yəni burada artıq açıq aydın hər şey görünür. Təmas da var idi. Sərdan Taşqın rəqibin ayağına zərbə vurmuşdu və offside. Bəli, açıq aydın hər şey görünürdü. Ozoviçin qarşısı alındı. Sumqayıt futbolçuları topa qazandılar və indi Sumqayıtın hücumunu izləyirik. Ötürmə sol tərəfə Abduxalikov'a. Abduxalikov'dan daha bir ötürmə və 2-0. Bir daha baxaq. Səbuhi Abdullazadə topla xeyli irəlilədi. Offside'dan söhbət belə gedə bilməz. Roy Kehat. Ozoviç. Sol cinahla oynuyor. Həmlə davam edir. Daha bir ötürmə. Növbəti ötürmə edildi və Basala Sambu fərqi azaltdı. 1-2. Neftçi fərqi azalda bilir. Təkrara baxırıq. Burada aldadıcı hərəkətlər, daha sonra ötürmə də edildi və ikinci ötürmə zamanı Basala Sambu nəzarətsiz qalmışdı, topu qapıya istiqamətləndirdi. Bir daha baxaq. Ştokrin etiraf edək ki, bu hücum zamanı artıq fəallığı ilə seçildi. İstər etdiyi hərəkətlər, istər verdiyi dəqiq ötürmə ilə. Qolun vurulmağında Ştokrin əməyini də qeyd etməyə lazımdır. Ağdadaş. Həmlə davam edir. Ağdadaşın zərbəsi top qapı dirəyinə dəyir. Bir daha baxaq. Topu qəbul edir. Top sol ayağında olsa da, narahat bir vəziyyət olsa da önünü də bağlayırdılar, amma qapını görürdü Ağdadaş Salyanski.
oyunun ən yaxşılarından sayılan bir gol, bir məhsullar ötürmə ilə oyunu keçirən Abduxolikov əvəzləndi. Bir başa zərbə vurulur və Neftçi hesabı bərabərləşdirməyə yaxın idi. Ervin Kofi cərmə zərbəsindən qapı önünə ötürmə edilir. Kehatda qayıtmışdı. Mustafa Sek cərmə meydançasına daha bir ötürmə. Kofi daha bir ötürmə və 2-2. İnanılmaz əziyyət Ervin Kofi'nin ötürməsindən sonra top qapıya daxil olur. Neftçi hesabı bərabərləşdirir. Sambunu görürük. Bir daha gəlin baxaq. Əvvəlcə burada offside ehtimalı var. Top Kofi istiqamətində gedərkən ehtimal var ki, Ervin Kofi oyundan kənar vəziyyətdə idi. Son toxunuş Sambudan idi. Bir daha baxırıq. Bax, burada Ağadadaşın toxunuşu var idisə artıq Kofi oyundan kənar vəziyyətə düşmüş sayılacaq və bu gol artıq sayılmayacaq. Çətin epizoddur. Səhv etmirəmsə Ağadadaş topa toxunmuşdu. Davamında gol sayılmır. Ağadadaş, Salyanski hakimlər epizodu incələdilər. Topa toxunubmuş və həmin o toxunuşa görə oyundan kənar vəziyyət qeydə alındı və gol sayılmadı. Burada qarşılıq yaranır və 2-2. Belə bir kobud səhv Sumqayıt komandasından. Bir daha baxırıq. Uzun ötürmə edildi Ağadadaş istiqamətində. Sərtanla Xəyal bir-birlərini anlaya bilmədilər. Sərtan qapçının çıxmağını gözləyirdi. Xəyal isə topun Sərtanın nəzarətində olduğunu düşündü deyə yəqin ki, gec reaksiya verdi, gec çıxdı. Və nəticə etibarıyla Shtogrin fərqlənmiş olur. İlk hissədə Neftçinin heyətində ən zəiflərdən olan Andrey Shtogrin hesabı bərabərləşdirir. 2-2. Küncdən zərbə yerinə yetirilir. Matias yüksəldi. Daha bir ötürmə. Vüqar Mustafayev topu uzaqlaşdırır və elə bu andaca Fərid Hacıyev oyunu başa vurur.